Dikkat dikkat, yine Daxili İşlər Nazirliyindən xəbərdarlıq var. Cinayətkarlar dayanmır. Bank kart sahibləri isə şəxsi məlumatları naməlum şəxslərə göndərməkdən çəkinmirlər. Nəticədə zərər, cinayət baş verir. Dünən də 40.000 manat oğurlayıblar. Problem ondadır ki, kart rekvizitlərinizi heç kimə vermək olmaz. Mən xəstə ailələri gedib çəkirəm. Bacılara dəfələrcə adi tapşırıram ki, sizdən kimsə əlavə nəsə istəsə verməyin. Gələn mesajlara reaksiya verməyin. Yenə də allanırlar və polis də bu işdə yorulur. Allah Azərbaycan polisini qorusun və sizin də pullarınız getmiş olur. Ehtiyatlı olun, zülmlə, zillətlə qazanırsınız. Təkcə dünən 40.000 manat, ondan əvvəl də böyük məbləğdə pullar çəkilib. Odur ki, heç kimə kod göndərməyin. Bank işçisi adından zəng edə bilərlər, sığorta, digər. Ehtiyatlı olmaq lazımdır. Kiber cinayətkarlar çox fəallaşıb.